Kimisi ən xoşbəxt günündə bəy gəlini nostalji yaşayaraq faytonda toy evinə getməsinə üstünlük verir. Kimisi isə bahalı lüks avtomobildən. Bəzən bu, bəylə gəlin arasında mübahisə predmeti də olur. İndi isə diqqət ekranlara. Bu da faytonlu gəlin maşını. Bakıya qeyri-adi gəlin maşını gətirilib. Bir həftə qabaq gələn toy avtomobili fərqli görkəmə malikdir. Avtomobilin sahibi onu ilk dəfə məhz bu formada internetdə görüb. Diqqət çəkdiyinə görə bundan sonra avtomobil özəl sifarişlə ABŞ-da istehsal edilib. Onun qiyməti 100 min manat civarındadır. Fayton formasında yığılan avtomobildən dünyada cəmi 2 dənədir. Biri bizdə, biri də Qazaxstanda. Avtomobil xüsusi qaydada bəzədilərək toy sifarişləri üçün hazırlanır. Hal-hazırda məhərrəmlik ayı olduğuna görə heç kəs toy etmir, amma yanvar ayının 4-dən sonra kim toyuna bu avtomobillə gəlmək istəsə, onu sifariş edə bilər. Qiymətlərə gəlincə, gözlənilir ki, qiymətlər 500 min manat arasında dəyişəcək. Şəhər sakinləri ilk dəfə belə avtomobil gördüklərinə görə onu böyük maraqla qarşılayıblar. Əla, yəni hər bir gəncin görmək istədiyi avtomobil. Bunu bizlərə görəndə ürəyindən nə keçdi, nə fikirləşdin? Ürəyimdən o keçir, çək mənim olardı bu maşın. Sobaya. İstəyirdim ki, mənim də belə toyum zadım olanda belə bir maşın olsun, onunla gəlin gətirəyə apara. Bizim vaxtda belə maşınlar olmayıb. Nə olub bəsin vaxtınızda? Fayton olub. Faytonu indi əvəz edən maşallah maşınlar çıxıb. Hansı yaxşıdır? Bu yaxşı olar da, indi müasirləşib də dövrəm daha.